Rəhmli və mərhəmətli Allahın adıyla biz psixologiya dərsinin 11-ci dərsindəyik. Daha doğrusu psixologiya elminə giriş dərsinin. Bu dərsimizdə biz e, bəzi məsələlərə işarə edəcəyik. Həmçinin məktəbin bizim psixoloji sağlamlığımızda olan təsiri haqqında. Bildiyiniz kimi, uşaq tərbiyəni ailədə alır. Sağlam psixologiyaya ailədə malik olur. Məktəbdə sadəcə olaraq o uşağın sahib olduğu gözəl xüsusiyyətlər və istedadlar, zəka və s. məsələlər inkişaf elətdirilir. Yəni, məktəbin işi təlim verməkdir, öyrətməkdir və uşağın ailədə qazandığı, əldə elədiyi düzgün adətlərini, davamlılığını təmin eləmək, üzərlərinə yenilərini əlavə eləməkdir. Belə deyil ki, biz gedək məktəbdən hər şeyi öyrənmiş olaq. Yox, ailədən gətirdiyimiz şeyləri məktəbdə inkişaf elətdiririk. Məktəb uşağın sahib olduğu öyrənmə bacarıqları ilə bir yerdə, sonradan qazanılacaq bacarıqları, əldə olunacaq bacarıqları ortaya çıxardır və dəyərləndirir. Bunu elə tənzimləyir ki, bu bilgiləri, bu bacarıqları bizdə elə tənzimləyir ki, gələcəkdə cəmiyyətin xeyrinə olan, onlar üçün faydalı olan bir şəxsiyyət kimi yetişmiş olar. Və bunu cəmiyyətdə necə istifadə eləyə bilərik, bunu bizə təlim verir məktəb. Buna görə də məktəbdəki şəxslərin sahib olmalı olduğu xüsusiyyətlər çox ciddidir. Yaxşı, bir uşaq məktəbdə necə eləyə bilir ki, normal sayılsın və düzgün, uyğunlaşmış bir şəxsiyyət kimi formalaşsın? Bunun bir neçə dənə əlamətləri var. Biri budur ki, proqramlara və çalışmalara aktiv şəkildə iştirak edir. Müəllimlərinə və dostlarına güvənir. Özünə güvəni, etibarı, inamı yüksəkdir. Sosial əlaqələri rahat şəkildə, çətinlik çəkmədən qura bilir. Öyrənmək istəyi aktivdir və həvəslidir. Özünü məktəbin və sinifin bir parçası olaraq görür. İndi gəlin, əzizlərim, əgər bir dənə yerdə, bir məntəqədə, bir cəmiyyətdə aktiv şəkildə çalışmalara qatılmırsa tələbə, şagird, öz müəlliminə və dostlarına güvənmirsə, özünə güvəni çox azdırsa, sosial əlaqələr qura bilmirsə, öyrənməyə qarşı istəkli və aktiv deyilsə, özünü məktəbin və sinifin bir parçası görmürsə, orada təhsildən söhbət gedə bilməz. Yəni, orada təlim və tərbiyədən söhbət gedə bilməz. Əgər bir yerdə vəziyyət belədirsə, deməli, orada vəziyyət gərgindir. Bunu bilməliyik. Bunu diqqətdə saxlamalıyıq. Bəli, növbəti məsələ burada. Müəllimlərin və təlimçilərin sahib olduğu xüsusiyyətlərdir. Müəllimin işi nədir? Müəllimin işi budur ki, öyrətmək. Uşağın məktəbi sevməsi, oradakı proqramları sevməsi, çalışmaq, səy göstərmək adətinin ona qazandırılması və faydalı şəkildə, lazımlı şəkildə dərsin mənimsəməsi. Bütün bunlar müəllimin
səlahiyyətindədir. Uşaq anasını, atasını örnek ala bilər. Amma məktəb başladığı zaman artıq müəllimi ilə özləşir. Müəllimi ilə ona oxşuyur. Onu model almağa başlayır. Yaxşı bir müəllim uşaqları və öz məsləyini sevən biri olmalıdır. Uşaqlara canı yanan, sakit, səbirli, anlayışlı rəftarlarda özünü göstərməlidir. İnkişaf elətdirməlidir özünü. Yeniliklərə açıq olmalıdır. Əgər müəllim belə deyilsə, biz bir uşağın məktəbdə sağlam ruhiyyədə böyüməsinin intizarında ola bilmərik, bunu gözləyə bilmərik. Və nəticədə sağlam cəmiyyət formalaşmayacaq. Psixoloji cəhətdən aram cəmiyyət, nigaran cəmiyyət, həyatından zövq ala bilməyən uşaqlar, uğurlarını qazana bilməyən və uğurlarından qazandığı uğurlardan sevinə bilməyən uşaqlar böyüdəcək. Uşaqların psixologiyası məktəbdə korlanır. Məktəbin proqramları, təlim proqramları aşağıdakı xüsusiyyətlərə malik olmalıdır. Uşaq mərkəzli olmalıdır, müəllim mərkəzli, məktəb mərkəzli, pul toplama mərkəzli, tərəfbazlıq mərkəzli, egoistlik mərkəzli, məsuliyyətsizlik mərkəzli olmamalıdır. Uşaq mərkəzli olmalıdır. Və uşaqların öyrənmələrini təmin etməlidir. Aktiv öyrənməyə söykənməlidir. Sinifin daxilində, sinifin xaricində təlim olmalıdır. Yəni, təlim məktəbdə təkcə sinifin daxilini təmin eləmir, sinifin xaricini də təmin edir. Uşaqların bütün inkişaf ehtiyaclarını qarşılayacaq kapasitədə, qabiliyyətdə, zərfiyyətdə olmalıdır. Uşağın bacarıqlarını, istedadlarını kəşf eləyəcək xüsusiyyətlərə sahib olmalıdır. Bu gücə malik olmalıdır. Uşaqların yaşayışa uyğunlaşmasını tarazlığı gətirməlidir. Bunu təmin eləməlidir. Asanlaşdırmalıdır. Doğrudan da məktəbin proqramı bu formada olmalıdır. Məktəbin bu proqramı bu formada deyilsə, o artıq başqa bir problemdən xəbər verir. İkincisi, təhsil mühitidir. Təhsil mühitində onun fəaliyyətlərini təmin edən personallar, işçilər, maşınlar, sürücülər, oradakı təsis və orqanizasiya bölmələrində işləyənlər, onlar kifayət qədər uşaqlarla, yeniyetmələrlə işləməyi bacaran insanlar olmalıdır. Məktəbin sürücüsü hər sürücü olmaz. Məktəbin bufetçisi küçədən tutub gətirib bufetçi qoymazlar adamı ora. Məktəbin xadimətçisi hər adamı xadimə qoymazlar məktəbə. Kitabxanaçısı, laboratoru hər adam olmaz. Nəinki hətta müəllimləri hər adam olmuş olar. Yəni, bunun təlimini alan, bunu öhdəsinə götürən, davranış qabiliyyəti olan insanlar olmalıdır. Aleykümselam. Əgər belə deyilsə, uşaqlarla davranış qabiliyyəti bilmirsə, uşaq psixologiyasından xəbəri yoxdursa, metodikasını bacarmırsa, davranış tərzlərindən məhrumdursa, özünü idarə eləyə bilmirsə, yaxud onun üçün məktəb bir pul qazanma vasitəsidirsə, sən orada nə tərbiyə gözləyirsən uşaqlardan? Ola bilməz ki. Həmçinin fiziki düzən, fiziki nizam, intizam məktəbdə uyğun olmalıdır. Yəni, fiziki olaraq uşaqlar rahat olmalıdırlar. İstisi də, soyuğu da uşaq qutquyla əyləşməməlidir. Uşaqları dərsə motivasiya verməlidirlər fiziki cəhətdən. Öyrənmələrini asanlaşdırmalıdırlar. Və bütün bunlar uşaqların psixologiyasında təsir qoyur. Bir şəxsiyyət kimi formalaşmasında. Məktəbi idarə edən insanlar kim olmalıdır? İdarə edən insanlar təlim, təhsil fəaliyyətinin başında müdirlər ki, qərarlaşırlar.
davranışları ilə, məsələyə yaxınlaşması ilə, e, başda müdir, zabit və müəllimlər olmaqla profesional insanlar olmalıdır. Bunlar uşaqların və onların valideynlərinin üzərində təsir qoyacaq insanlar olmalıdır. Ona görə də yetərli şəkildə bilgiyə və təlimə sahib olmalıdırlar. Boş əzbərləyib beynə yığmaqla deyil, bunun ruhuna, istəyinə, həvəsinə, inancına sahib olan insanlar olmalıdır. Məktəbdə əgər bunun inancına sahib olan insanlar yoxdursa, təlim, tərbiyə sevgisi ilə işləyən insanlar yoxdursa, adama baxırsan, özü ilə davadadır, müdür də özü ilə davadadır, zavut da özü ilə davadadır, müəllim də özü ilə davadadır, hələ özü ilə problemini həll edə bilmir. Məktəbdə uşaqlarla problemini necə həll edəcək? Özü düzgün həyat tərzinə malik deyil. Bu uşaqlara nə öyrədəcək? Özü spirtli içkilər aludəçisidir, özü siqaret aludəçisidir, özü sağlam yaşamır. Özünün əsəbləri, psixologiyası yerində deyil, sağlam şəxsiyyət yetişdirəcək. Aşağıdakı xüsusiyyətlərə malik olmalıdır məktəbin müdürü və tərbiyəçiləri. Ruhi sağlamlığı yerində olmalıdır. 1. 2. İşini sevən insanlar olmalıdır. 3. İşinə inanan insanlar olmalıdır. 4. Uşaq psixologiyasında onun haqqında yetərli qədər, kifayət qədər məlumat sahibi olmalıdır. Problemi həll eləmədə yetərli qədər inkişaf eləmiş şəxsiyyət olmalıdır. Həm məlumat sahibi olmalıdır problemi həll eləmədə, həm də yetərli qədər inkişaf eləmiş olmalıdır. Uşaqlar üçün aldığı qərarlar düzgün qərarlar olmalıdır. Yeni fikirlərə açıq insanlar olmalıdır. Vicdan sahibi olmalıdır. İnsaf sahibi olmalıdır. Biz İslam dinini bir kəlmədə xülasələşdirsək, islah, insafdır. Vəssalam. Bütün ilahi sifətlər onun içərisindədir. Mədəni və milli dəyərlərə sahib çıxan insanlar olmalıdır. Yəni, vətənpərvər insanlar olmalıdır. Xalqını, millətini, dövlətini, dövlətçiliyini, bayrağını, ölkəsini, quruluşunu, dövlətinə sahib çıxan insanlar olmalıdır. Məktəbdə bir mədəniyyət verilməlidir uşağa. Nəinki məktəbdə uşağın mədəniyyəti əlindən alınıb psixologiyası korlanmalıdır. Bir şəxsiyyət, biz burada şəxsiyyət psixologiyasından danışırıq da, girişdir psixologiya elminə. Bir insanın psixoloji cəhətdən sağlam olması üçün 10 il, 11 il məktəbdəki əlaqələri formalaşdırır. İndi gəlsin desin ki, yox, bizim əlaqələr formalaşdırmır haradasa kimsə, elə şey yoxdur, məktəb formalaşdırır. Düzdür, ailəsindən alır gətirir, amma məktəb formalaşdırır. Buna görə də diqqətli olmalıyıq, övladlarımız harada oxuyur, hansı məktəbdə oxuyur. Biz valideyn olaraq tələb eləmiriksə, biz valideyn olaraq uşağın tərbiyəsi ilə maraqlanmırıqsa, dərsi ilə maraqlanmırıqsa, müəllimlərin, bufetçinin, xadimənin, oradakı insanların, oradakı uşaqların uşağımızla rəftarı haqqında maraqlanmırıqsa, qorxuruqsa ki, uşağımıza pis baxarlar və s. məsələlər, uşağımızın psixologiyası haqqında bəs düşünmürük. Biz tələbkar deyiliksə, valideyn məktəbdən tələb eləməlidir, qorxmamalıdır. Müəllimin tərbiyəsini tələb eləməlidir, müdürünün, zavutçunun tərbiyəsini tələb eləməlidir, valideynlər bir olmalıdır, ayağa qalxmalıdır, gəlməlidir, əməlli başlı danışmalıdır ki, burada dava niyə gedir, burada niyə təhqir olunur, burada niyə bu vəziyyət var, uşağımın gələcəyi üçün nə hazırlayırsınız, nə tərbiyə verirsiniz, nə mədəniyyət verirsiniz. Uşaqlar var, məktəbə getməyə qorxur. Çox müraciət edirlər mənə. Məktəbə getməyə qorxur uşaqlar. Valideyni tək buraxıb. Uşağın arxasında deyil. Maraqlı budur. Valideyn bəzən özü məktəbdəki insanlardan daha ağır ədəbsizliyə malikdir. Evdə verir uşağa zülmü, ailəyə zülmü, istəyir xanım olsun, istəyir bəy. Valideynin özünün bir ədəbi və tərbiyəsi kifayət qədər yoxdur ki, onda uşağı vermiş olar. Yəni, uşağı evdə bir valideyn əzir, məktəbdə də başqaları əzirlər. Yəni, bunlar da var.
Hər tərəfli məsələlər ola bilir. Hər cür ola bilir. Buna diqqətli olmalıyıq. Biz həqiqətən sonradan övladlarımızın ruh sağlığını düşünməliyik. Bəzi valideynlər getməlidir, ədəb almalıdır, tərbiyə almalıdır, psixoloq yanına getməlidir. Özlərini inkişaf elətdirməlidirlər. Təkcə məktəbin də öhdəsinə atmalı deyil. Məktəbdəkilər də elə həmin valideynlər ki, müəllimdirlər ya işçidirlər. Ümumiyyətlə, ailə təlim-tərbiyənin ayrılmaz bir dənə parçasıdır. Yəni, uyğunlaşmalıdır, həm tələbkar olmalıdır, həm uyğunlaşmalıdır. Birlikdə həmkar olmalıdırlar. Necə yardım eləyə biləcəkləri haqqında düşünməlidirlər. Bəzi məktəblərdə valideyni çağırırlar ki, oğlun yaramazdır, qızın yaramazdır, valideyn iclasına belə gəlmir. Yəni, nə düşünür bu? Müəllimlər nə gözləyir? Rəhbərlikdə nə gözləyir? Sən ki, oğlunu buraxmırsan, maraqlanmırsan, qızını buraxmırsansa, məktəbdə nə gözləyə bilərsən? Məktəbin rəhbərlik səviyyəsində psixoloq olmalıdır, psixoloji danışıqları olmalıdır, uşaqlarla məşğul olmalıdır, dərnəklər yaradılmalıdır. Qabaqlar öncəki dövrlərdə biz Sovet dövründə təhsil almışıq, dərnəklərimiz var idi, gedəcəyimiz yerlər var idi. Yəni, bunlar hamısı sosiallaşmadır. Rəhbərliyin vəzifəsi nədir? Rəhbərlik uşaqların özlərini bir şəxsiyyət kimi tanımasında köməkçi olur. Bizdə qorxu mədəniyyəti mövcud olur bəzi məqamlarda, bəzi cəmiyyətlərdə, bəzi məntəqələrdə, bəzi məktəblərdə. Qorxu mədəniyyəti təsəvvür edirsiniz. Evdə qorxuzaraq hakimiyyət eləyirlər, məktəbdə qorxuzaraq idarə eləməyə çalışırlar. İdarəyə gedir həmin insanlar ki, həmin evdə, həmin məktəbdə böyüyüb, idarədə qorxuzaraq istismar eləyirlər. Yəni, qorxu ilə böyüyüb, qorxu ilə ölürük. Qorxu ilə tərbiyə eləyib, qorxu ilə yaşadıq. Sevgi yoxdur, mərhəmət yoxdur, şəxsiyyət kimi formalaşması yoxdur. Bir insanın şəxsiyyət olaraq formalaşmasına qəti əhəmiyyət vermirik. Bəzi yerlərdə, bəzi məntəqələrdə, bəzi cəmiyyətlərdə ümumi danışmıram. Və bu problemlər var. Bir insan ki, evdə qorxu ilə tərbiyə alınıb, zorakılıqla tərbiyə alınıb, hövsələləri yoxdur valideynlərinin uşaqla məşğul olmağa, məktəbə gedir. Həmin valideynlər ki, müəllim olublar, onlar da gəlirlər uşaqlara eyni formada tərbiyə edirlər qorxu müdiriyyəti ilə. Kim kimdən qorxursa ona itaət edir. Kim kimi sevirsə ona itaət eləmir. Sevdikləri insanları əksinə incidirlər. Sevdikləri insanlara dəyər vermirlər. Sevdikləri insanların dərsinə əhəmiyyət belə vermirlər. İdarədə də elədir. Müdir üzü yolu olanda yola verirlər. Yəni, icra eləmirlər. Amma qorxulu olanda incizəndən müdir ona başda deyirlər. Sevirlər nəsə, kimsə bunları təhqir eləsin, əzsin, qorxutsun ki, bu da onları sevsin. Yəni, bu cür öyrənilmiş bir dənə şəxsiyyətin nə qədər sağlam olacağını düşünürsünüz? Doğrudan da. Şillənin, yumruğun, təhqirin, qorxutmağın, təzyiqin altında böyüyən bir insanın ki, həm məktəbdə, həm evdə belə böyüyür. Necə bir ər, necə bir xanım, necə bir ata, necə bir ana, necə bir sürücü, necə bir həkim, necə müəllim olduğunu düşünürsünüz. Necə olacaq? Bir dənə mədəniyyət var, qorxu mədəniyyəti. Təsəvvür eləyirsiniz? İnsanlar qorxduğu şəxsə hörmət eləyirlər. Onlarla mehriban danışır, onları sevən şəxsə hörmət eləmirlər. Bunu bir dəyər kimi götürüblər, qəbul eləyiblər. Bu, bir dənə şəxsiyyətin pozulmasıdır, dəyərsizləşdirilmiş və kreditlə verilmiş sevginin nəticəsidir. Əhliləşdirilmiş insanlar yaradırlar. Əhliləşdirilmiş. Amma şəxsiyyət olaraq insan yaradılmır. Bəzi cəmiyyətlərdə, bəzi yerlərdə, bəzi məqamlarda, hər yerə, hər kəsə aid deyil. Bax, bu bir dənə problemdir psixologiyada. Məktəblə evin problemi, uyğun gəlməmiş problemi. Rəhbərlik nə etməlidir? Uşaqların şəxsiyyət kimi özünü tanımasına kömək eləməlidir. Ona lazım olan fürsətləri tanıtdırmalıdır inkişaf üçün.
Gizli güclərini inkişaf elətdirməlidir, istedadlarını inkişaf elətdirməlidir. Ətrafı ilə sosial əlaqələrin sağlam və asan olmasını təmin eləməlidir. Bu bir. Bizim psixologiyamıza təsir qoyan amillərdən də biri cəmiyyətdir, toplum. Cəmiyyət də bizə təsir qoyur. Biz bu haqda interaktiv nevrologiya bölümündə demişdik buna, neuroplastisist haqqında danışanda demişdik. Cəmiyyətin uşağın ruh sağlığına qoyduğu təsirlər nədir? Hansıları təsirləndirir? Biri mədəni təsirlərdir, mentalitet olaraq cəmiyyətin qoyduğu təsirlərdir. Vay o hala ki, bir cəmiyyətdə mentalitetin özündə də çürük hissələr olmuş ola, anormal hissələr olmuş ola. Demişəm dəfələrlə, qızını döyməyən dizini döyər kimi, yaxşı at özünə qamçı vurdurması kimi, gülmə yetmə çıxar başına kimi sözlər ki, deyilir. Küdurətə, kinə, zorakılığa, istismara səsləyir. Əgər bir mentalitetdə bunlar varsa, qızı oxutma kimi, oğlan da boş bıraq tərbiyəsiz olsa yaxşıdır kimi, oğlan qızdan daha üstündür kimi, qaba gücün çatdığın qədər get qabağa, baxma heç nə, heç kimi düşünmə kimi və s. kimi, hərislik kimi, doymazlıq kimi gözlər doymur. Gözlər doymur. Bunun kimi bir mədəniyyətdə, əgər mentalitetdə, əgər bir şeylər varsa, heç nə gözləyəcəksiniz o toplumda tərbiyə alan uşaqları? Bizə aid deyil, bizim cəmiyyətdən danışmıram. Ümumi danışıram, hansısa bir cəmiyyətdən danışıram, fərzi cəmiyyətdən danışıram. Hal-hazırda yaşadığımız cəmiyyətdən danışmıram, bizim ölkədən danışmıram. Fərz eləyirəm. Fərzi bir toplumdan danışıram. Onun böhran vəziyyətindən danışıram. Onun yaraları ola bilər, oradan danışıram. Onun qarşısındakı maneələrdən danışıram. Çıxacaq problemlərdən danışıram. Həmçinin bir cəmiyyətdə sinif, təbəqə fərqləri varsa, yəni cəmiyyətin sosial təbəqələri fərqlidirsə, orada hansı sağlam ruhiyyədən danışa biləcəyik? Yəni, sosial fərqləri, yəni maddi baxımdan, iqtisadi baxımdan fərqləri açıq şəkildə ortaya qoyulursa, nə danışacaq burada? Məsələn, bir insan nə qazana bilər, nə əldə eləyə bilər? Öz ağlı ilə, bacarığı ilə, əgər ağla, bacarığa, elmə dəyər verilməsə, hansısa bir cəmiyyətdə nə qazanacaq? Zirəngiliyə, qapazlamağa, oğurluğa təşviq eləsələr bir-birlərini bir cəmiyyət, hərisliyə təşviq eləsələr, zorakılığa təşviq eləsələr, hansı bir insan gedib elm, mənəviyyat, düzlük, dürüstlük və bacarıq əldə eləməyə gedəcək? Əgər bir cəmiyyətdə, hansısa bir xəyali cəmiyyətdə paçılığa dəyər vermirlərsə, düzgünlüyə dəyər vermirlərsə, səmimiyyətə, sədaqətə, sadəliyə dəyər vermirlərsə, onları əskik, əzik, lazımsız hesablayırlarsa, orada hansı düzgün şəxsiyyətin formalaşmasından danışa bilərik? Yəni, pisliklər üstünlük dəyər sayılırsa, amma yaxşılıqlar çirkinlik sayılırsa necə? Söhbət, burada məsələ hansısa bir cinsi məsələdən getmir, hansısa bir dini məsələdən getmir. İnsani dəyərlərdən danışırıq. Düzgünlükdən, insafdan, dostluqdan, həmrəylikdən, yardımsevərlikdən danışırıq. Paçılıqdan danışırıq. Doğruluqdan danışırıq. Bir cəmiyyətdə bizim psixologiyamızı formalaşdıran, şəxsiyyətimizi formalaşdıran digər bir şey sosial mediadır. Yəni, sosial media, mən təkcə internetdən danışmıram ki, indi internet ən aktividir. Kütləvi informasiya vasitələridir. Daha doğrusu, kütləvi informasiya vasitələri hansı şəkildə təsir qoyur, necə tərbiyə eləyir? İnsanları doğrudan necə tərbiyə eləyir? Nəyin dalı sürədir? Nə qədər mən pul qazanacağımın dalı sürədir? Nə qədər like alacağımın dalı sürədir? Nə qədər reyting alacağımın dalı sürədir? Yoxsa nə qədər düzgün cəmiyyətdə şəxsiyyət yetişdirəcəmin dalı sürədir? Yəni, bizim cəmiyyətdən yenə deyirəm, danışmıram. Ümumi bir söhbət eləyirəm. Bir cəmiyyətdə əgər
insanların düzgün şəxsiyyət kimi, sağlam şəxsiyyət kimi formalaşması üçün, dəyərlərin inkişafı üçün mən insani dəyərlərdən danışıram, ha, insani dəyərlərdən, yəni heç bir din, məzhəbdən danışmıram. Mən sırf insana aid olan dəyərlərdən danışıram. Dediyim sədaqətdir, doğruluqdur, yardımsevərlikdir, əfv eləmək, bağışlamaqdır, bir-birini anlayışla qarşılamaqdır, qardaşlıqdır, dostluqdur, sevgidir, bunlardan danışıram. Yəni, nə qədər kütləvi informasiya vasitələri bunları yayırlar. Və bunun üçün proqramlarını tənzimləyirlər. Ya sosial medialar, nə qədər reytinqə qaçmırlar, nə qədər pul üçün hərislik eləmirlər, nə qədər çirkin şeyləri yayırlar. Sağlam şəxsiyyətin formalaşmasını istəyiriksə, sağlam şəxsiyyət belə formalaşır. Sağlam şəxsiyyətə təsir qoyan amillər bunlardılar. Başqa nə ilə təsir qoyacaq? Bir cəmiyyətdə çərçivədə bizə qoyulan təsirlər bunlardır. Mədəni, milli mədəni mentalitet, bir cəmiyyətdə mövcud olan sosial-iqtisadi təbəqələşmə və bir cəmiyyətdə kütləvi media vasitələri bizim şəxsiyyətimizə təsir qoyur. Ruh sağlığımıza təsir qoyur. Övladlarımızın ruh sağlığına təsir qoyur. Adət, ənənələr. Adətlə ənənə bilirsiniz fərqlidir. Adət başqa bir şeydir, ənənə başqa bir şeydir. Adət nədir? Təqlidlə ələ gələn bir şeydir. Heç fərqini bilirdiniz indiyə qədər. Adət təqlidlə ələ gələn bir şeydir. Toylar, yaslar, xına yaxdı, əskərliyə göndərmək, qız istəmək, elçiliklər və s. Bunlar adətdirlər. Ənənə ürfdür. Türklər ürf deyirlər ənənəyə. Qonaqsevərlikdir, yemək yemə mədəniyyətidir, evlənmə mədəniyyətidir, folklordur, davranış mədəniyyətidir. Və bu bir dənə ortaq bağdır, bir dənə millətin ortaq bağı kimi. Geyim mədəniyyətidir və s. Bunlar bir də burada var. Ümumi sosial dəyərlər. Sevgi, dostluq, yardımlaşma, sayğı, məsuliyyət, o ki bizdən alınır hal-hazırda dünya olaraq, qlobal olaraq məsuliyyətdir. Nəzakətdir, sədaqətdir. Alınır. Məsuliyyət, nəzakət, sədaqət. Məsuliyyətin içərisində düzgünlük də var. Yardımlaşma da var, dostluq da var, sayğı, hörmət də var məsuliyyətin içərisində. Nəzakət üçün əlimizdən alınan nəzakət alınır. Avropa mədəniyyəti bizdən nəzakəti alır. Amerika mədəniyyəti nəzakət alır. Qərb mədəniyyəti hərisdir. Alır. Hər halda bizə bunları öyrətməlidirlər. Bir cəmiyyətdə, bir evdə, bir məktəbdə sayğını, məsuliyyəti, şad olmağı, necə şad ola bilərik? Həmkarlığı, səbiri, düzgünlüyü, bunları öyrətməlidirlər. Bir cəmiyyətdə təbəqələşmədə əgər nifrət hissi yaranıbsa təbəqələrin arasında, burada sağlam bir ruh sağlığından, psixologiyadan söhbət belə getmə bilməz. Hər halda valideyn olaraq bizim də borcumuz, vəzifəmiz budur ki, madəm ki, bunlara diqqət eləyənlər hansısa bir cəmiyyətdə, fərzi danışıram, yoxdursa, biz bunlara özümüz diqqət eləməliyik. Hətta reklamları belə uşaqlarımıza bilməliyik ki, bu reklam uşaq izləyə bilər ya yox. Uşaqlara faydalı proqramlara yönətməliyik. Atanın, ananın hövsələsi yoxdur, uşağı apara parkda gəzdirə. Uşaqlarla oynaya, bir şərait yaratmağa hövsələsi yoxdur. Ana deyir, ev batmasın, uşaq oynamasın, uşaq çölə gedir, paltarını batırır, gəl, ana yenə deyinir. Gedir, dalışır, gəlir, ana yenə deyinir, ata yenə deyinir. Heç birisi də götürüb uşaqları aparır, bir vaxt ayırmırlar uşaqları üçün. Yəni, ata, ana uşaqları üçün vaxt ayırmır. Onlara bu şəraiti yaratmır. Təəssüflər olsun ki. Və yaxud da tərbiyəsi ilə maraqlanmır, getdikləri yaradılan şəraitdə də, idmanda da, məşqdə də, orada da, burada da min cür problemlər ortaya çıxır. Hər halda mənə elə gəlir ki, psixologiya elminə giriş üçün bu qədər kifayətdir. Və biz
Dərsimizi burada sonlandırırıq. Allahın köməkliyi ilə psixologiya elminə giriş dərsini inşallah gələn dərslərimizdəki ikinci mərhələdə, orta mərhələdə psixologiya elmində haqqında olan dərslərdə daha geniş formada işarə eləyəcəyik. Biz bu dərsdə sadəcə olaraq psixologiyanın nə olduğu, məktəbləri haqqında məlumat verdik, bölümləri haqqında məlumat verdik və insan şəxsiyyətinin necə formalaşması haqqında məlumat verdik ki, əsas olan da elə bu idi.